Salam hörmətli tamaşaçılar, Qida Təhlükəsizliyi Agentliyi və Real Televiziyasının birgə layihəsi olan Realda qida verilişinə baxırsınız. Aparıcı mənəm İlkin Kərimov. Gəlin, əvvəlcə anonslarla tanış olaq. Ramazan günlərində və Novruz çərşənbələrində düzgün qidalanmanın yolları. Paytaxtın bir sıra restoranlarında ciddi nöqsanlar aşkarlandı. Enerji içkilərinin nəzarət tədbirləri davam etdirilir. Çərəz seçimi necə olmalıdır? Bugün Realda qida verilişində biz Ramazan ayı günlərində və Novruz çərşənbəsi və bayramı günlərində düzgün qidalanmadan danışacağıq. Amma gəlin, əvvəlcə ötən həftə qida sahəsində baş verən əsas xəbərlərlə tanış olaq. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlama nəzarət tədbirləri çərçivəsində paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Otlıq restoranında, həmçinin Nizami rayonunda yerləşən Xarı Bülbül restoranında, eyni zamanda Babək prospekti 76 ünvanında fəaliyyət göstərən Sərin Şadlıq evində bir sıra nöqsanlar aşkarlanıb. Uyğunsuzluqlar əsasən mətbəxdə sanitar texniki və sanitar gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, həmçinin müşayiət edici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsulların aşkarlanması halları olub. 2024-cü il ərzində ümumilikdə 1453 iaşə obyektinə yoxlama həyata keçirilmişdir ki, bunlardan 1342-sində uyğunsuzluq halları aşkar edilmişdir. Cari ildə də hal-hazırda da agentlik tərəfindən iaşə obyektlərində nəzarət tədbirlərimiz davam etdirilir. Aparılan nəzarət tədbirləri zamanı iaşə obyektlərində bəzən bir çox hallarda sanitar texniki, sanitar gigiyen tələblərinin pozulması, müvafiq baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi, yararlılıq müddəti bitmiş məhsulların istehlaka təqdim edilməsi, işçilərin tibbi müayinədən və gigiyen təlimdən keçirilmədiyi hallar aşkar edilmişdir. Sanitar texniki tələblər əsasən mətbəxin havalandırma sisteminin olmaması, müvafiq avadanlıqların, o cümlədən soyuducuların korroziyaya uğraması, məhsullarda temperatur rejiminə, saxlanma rejiminə əməl edilməməsi və bu və digər nöqsanlar aşkar edilmişdir. Aşkar olunan uyğunsuzluqlarla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunur. Məhsullardan isə nümunələr götürülərək müvafiq laboratoriyalara analiz olunması üçün təqdim olunur. Qida Təhlükəsizliyi Agentliyi bir daha sahibkarlara bu mövzuda müraciət edir. Fürsətdən istifadə edib Ramazan ayında olduğunu nəzərə alaraq bu sahədə fəaliyyət göstərən sahibkarlarımıza agentlik olaraq səslənirik ki, öz qida bloklarını, bu sahədə fəaliyyətlərini qida sahəsinin texniki normativ tələblərinə uyğunlaşdırsınlar. Qeyd edək ki, agentlik bundan sonra da nəzarət tədbirlərini davam etdirəcək və uyğunsuzluq aşkar olunduğu təqdirdə sərt tədbirlər görüləcək. Qida təhlükəsizliyi haqqında qanuna əsasən qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz obyektlərində HASP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Agentlik tərəfindən müvafiq qida obyektlərində aparılan planlı yoxlamalar zamanı müəssisələrin HASP sisteminin tətbiqi vəziyyəti yoxlanılır, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Bəs HASP sistemi nədir və necə tətbiq olunur? HASP təhlükənin analizi və kritik nəzarət nöqtələri sistemi ümumiyyətlə 7 prinsipdən ibarətdir və 12 addımdan ibarətdir. Birinci prinsip olaraq mümkün ola biləcək ehtimal olunan müəssisələrdə bütün təhlükələrin, potensial təhlükələrin ümumiyyətlə identifikasiyasıdır, qeydiyyata alınmasıdır. Daha sonraki mərhələdə ola biləcək bütün təhlükələrə qarşı kritik nəzarət nöqtələri, onların içərisindən əhəmiyyətli olanlar kritik nəzarət nöqtəsi olaraq seçilib ayrılır. Daha sonraki mərhələlərdə kritik nəzarət nöqtələri ilə kritik limitlər təyin olunur. Kritik limitlər üçün monitorinq və izləmə prosedurları müəyyən olunur. Monitorinq və izləmə prosedurlarından kənara çıxmalarla bağlı düzəldici fəaliyyətlər təyin olunur. Növbəti mərhələdə isə validasiya və verifikasiya fəaliyyətləri yerinə yetirilməlidir və son olaraq da 7-ci mərhələdə bunlara dair ümumiyyətlə sənədləşmə və arxivlənmə sisteminin olması ümumiyyətlə HASP sisteminin 7 prinsipini əhatə edir. 7 prinsip ümumilikdə qida təhlükəsizliyi, qida zənciri boyunca bütün müəssisələrə, yəni müxtəlif üsullarla da tətbiq oluna bilər.
Bu sistem məhsulun təhlükəsizliyini təmin etməklə birbaşa keyfiyyətinin artırılmasına üstünlük verir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HASP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyən və təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır. Bu sistemin tətbiqi üçün isə Qida Təhlükəsizliyi İnstitutu müxtəlif xidmətlər təklif edir. Bunlar həm HASP sisteminin tətbiqi ilə bağlı məsləhət xidmətləridir, tətbiqində qarşıya çıxa biləcək qiymətləndirmə xidmətləridir və onunla bağlı təlim xidmətləri də bu kompleks xidmətlərə aiddir və bununla bağlı artıq müəssisələrdən 200-dən çox müraciət əldə etmişik. Sahibkarlar HASP mövzusunda keçirilən təlimlərdə iştirak etmək və ya məsləhət xidmətlərindən yararlanmaq üçün info@afsin.gov.az elektron poçt ünvanına məktub göndərə və ya 1003 çağrı mərkəzinə zəng edə bilərlər. Bitkilər insanların istehlak etdiyi qidanın 80%-dən çoxunu təşkil eləyir və heyvandarlıq üçün əsas qida mənbəyidir. Lakin bitki xəstəlik və zərərvericiləri bitkilərə təsir göstərərək il ərzində 30%-ə yaxın məhsul itkisinə səbəb olurlar. Əsas bitki xəstəlikləri bakteriya, göbələk, nematod və virus mənşəlidir. Həmin xəstəlik və zərərvericilər bitkilərə ciddi təsir edərək geniş sirayətlənmələrə gətirib çıxarır. Nəticədə kənd təsərrüfatı məhsullarında keyfiyyətin pisləşməsinə və məhsuldarlığın kəskin azalmasına səbəb olur. Bitki virusları, əkin və səpin materialları, bundan əlavə tripslər, mənənələr vasitəsilə geniş ərazilərə yayıla bilirlər. Eyni zamanda mexaniki yollarla da, misal olaraq kənd təsərrüfatı avadanlıqları vasitəsilə və işçilərin əşyaları vasitəsilə geniş ərazilərə yayıla bilirlər. Dünya səviyyəsində də bitki xəstəliklərinin əhəmiyyətli bir hissəsi viruslar tərəfindən törədilərək qida təhlükəsizliyinə ciddi bir təhdid yaradırlar. Lakin buna baxmayaraq bitki viruslarının insan orqanizminə hər hansı bir təsirinin olması barəsində sübutlar mövcud deyildir. Bitki virusları fotosintez, maddələr mübadiləsi və böyümə kimi bitkilərin həyati proseslərinə təsir göstərir ki, bu da nəticədə bitkilərdə deformasiyalara, yarpaqlarda ləkələrin və saralmaların əmələ gəlməsinə, güclü sirayətlənmə hallarında isə bitkilərin tamamilə məhv olmasına səbəb ola bilir. Bundan əlavə, bəzi bakteriya və göbələk mənşəli xəstəliklər var ki, onlar dolayı yolla insan orqanizminə təsir göstərə bilirlər. Əkin sahələrində budama, gübrələnmə, sulanma, toplanma, daşınma prosesinə əməl etmədikdə, eyni zamanda yığılan məhsulun düzgün şəraitdə saxlanılmasına əməl edilmədiyi təqdirdə bitkilərdə fusarium, pensilium, aspergillus cinsinə malik göbələklər inkişaf edir ki, bunlar da öz növbəsində zəhərli toksinlərdən olan aflatoksin, oxratoksin, patolin, zerolin kimi maddələr ifraz edirlər və bunlar da insan orqanizmində zəhərlənmə hallarına, allergik reaksiyalara və müxtəlif etiologiyalı xəstəliklərin yaranmasına gətirib çıxardır. Ümumiyyətlə, bir sıra bitki xəstəliklərinə qarşı effektiv mübarizə üsulları mövcud olmadığından əkin və səpin zamanı xəstəliyə davamlı sortlardan və xəstəliklərdən azad sertifikatlaşdırılmış toxumlardan istifadə olunmalı, habelə əkin sahələrində sanitar, gigiyena və profilaktik tədbirlərə və aqrotexniki qaydalara ciddi əməl edilməlidir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən Amerika Birləşmiş Ştatlarının Virginia, Georgia, Arizona, New York, Vaşinqton ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu ərazilərdə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu tədbirlər diri quşlara və risk daşıyan məhsullara aiddir. Qeyd edeyim ki, məhdudiyyət Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının xəstəliyin aradan qaldırılması ilə əlaqədar növbəti informasiya daxil olana qədər davam edəcəkdir. Və bizim ölkəmiz yüksək patogen quş qripinə görə həssas bölgədə yerləşir. Qeyd eləmək yerinə düşər ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə
dünyada quş qripinə görə epizotik stabillik, həlallik bərpa olunmayıb və xəstəliyin yayılması coğrafiyası getdikcə genişlənir. Qabaqlayıcı tədbirlər kimi ölkəmizdə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Monitorinqlər həm ailə təsərrüfatlarını, həm sənaye əsaslı quşçuluq müəssisələrini, həm təbiət ərazilərində vəhşi quşların məskunlaşdığı yerləri əhatə eləyir. Hələlik xəstəliyə şübhəli hal aşkar olunmamışdır. Hörmətli tamaşaçılar, realda qida verilişinin bugünkü buraxılışında biz Ramazan ayı günlərində, eləcə də Novruz çərşənbəsi və bayramı günlərində düzgün qidalanmadan danışacağıq. Mənim qonağım Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Aynur xanım Heydərovadır. Salamlayıram sizi, xoş gəlmisiniz. Salam İlkin bəy, xoş gördük. Əvvəla çərşənbəniz mübarək olsun. Elə sizin simanızda bütün tamaşaçıların da yel çərşənbəsini təbrik edirəm və qarşıdan gələn Novruz bayramı günü münasibətilə eyni zamanda Ramazan ayının başlaması və Ramazan bayramı münasibətilə təbriklərimizi çatdıraq və bugünkü məsələyə, mövzuya keçid alaq. Ramazan ayı günlərində qidalanmanı necə düzgün təşkil edək? Buna bağlı tövsiyələr nədən ibarətdir? Buyurun. Çox təşəkkür edirəm İlkin müəllim. Mən də həm sizin, həm də bizi izləyən hər kəsin bayramını təbrik edirəm. Ümumiyyətlə, ilk növbədə onu qeyd etmək istəyirəm ki, biz agentlik və institut olaraq yalnız bayram günlərində deyil, adi günlərdə də hər zaman insanların sağlam qidalanması istiqamətində maarifləndirici işlərimizi görmüşük və bundan sonra da davam etdirəcəyik müxtəlif tədbirlər, kampaniyalar şəklində. Amma Ramazanda qidalanma ilə bağlı onu demək istəyirəm ki, ümumiyyətlə Ramazan ayı elə bir aydır ki, həm ibadət üçün əla bir fürsətdir və eyni zamanda orqanizmimizin təmizlənməsi və güclənməsi üçün əla bir vasitədir. Çünki oruç tutmaq insan sağlamlığı üçün, orqanizm üçün olduqca faydalıdır və oruç tutan insanlar hansı qaydalara, qidalanarkən hansı qaydalara riayət etməlidirlər, bu barədə tövsiyələrimizi verəcəyik. Ümumiyyətlə, oruç tutmaq elə bir məsələdir ki, gün ərzində, yəni biz iftarla imsak arasında elə qidalanmalıyıq ki, gün ərzində orqanizm ona lazım olan enerji və maye balansını tənzimləmiş olsun. Buna necə nail olmaq olar? Birinci maye balansının tənzimləməsindən danışım ki, yalnız su içməklə deyil təbii ki. Yəni biz deyə bilmərik ki, iftarla imsak arası çoxlu miqdarda su için. Eyni zamanda tərkibində maye ehtiva edən qida məhsullarına da üstünlük verilməlidir. Söhbət meyvə və tərəvəzlərdən gedir. Çünki meyvə və tərəvəzlər həm çox faydalıdırlar. Ümumiyyətlə tərkiblərində çoxlu miqdarda vitaminlər, minerallar və su var. Və eyni zamanda tərkibində lif və selüloza var. Hansı ki, lif həzm prosesinin gedişatına, xüsusilə də bağırsaqların funksiyasına müsbət təsir göstərir. Qanda şəkəri miqdarını stabil saxlayır və mədədə uzun müddət toxluq hissi yaradır. Yəni meyvə və tərəvəz yeməklə həm su balansını qorumuş oluruq, həm də bu sadaladığım həzm problemi ilə, həzm sisteminin problemləri yaranarsa, onların qarşısının alınmasına nail olmuş oluruq eyni zamanda. Daha sonra iftarda və imsakda. Bəli, iftar, imsak vaxtı. İstəyərdim ki, bir qədər də hansı qidaları ad çəkərək sadalayaq. Tutaq ki, hansı qida protein mənbəyidir. Meyvə tərəvəzi əlbəttə ki, açıqladınız. İmsak vaxtı hansı qidalarla qidalanmaq və iftarı hansı qidalarla açmaq və qidalanmaq. Eyni zamanda orada müəyyən müddətlər məsələsi də var. Bunu bir daha istəyirəm ki, tövsiyə olaraq çatdıraq. Bəli, İlkin müəllim, ümumiyyətlə ilk növbədə onu qeyd etmək istəyirəm ki, imsak, yəni səhər yeməyi Ramazan ayında mütləqdir. Bəzən olur ki, insanlar birbaşa adlayırlar növbəti günə, amma bu tamamilə yanlışdır. Çünki orqanizm bu zaman ona lazım olan gündəlik qidalı maddələr və maye ehtiyacını almamış olur. Ona görə də gün ərzində həm orqanizm əziyyət çəkir, həm də ümumi yorğunluq, süslük, əmək qabiliyyətinin aşağı düşməsi və s. hallarla müşayiət olunur. Ona görə imsak zamanı səhər yeməyi yemək mütləqdir və oruç tutan şəxslər səhər yeməyində daha çox bulgur, düyü, yulaf, bu qida məhsullarından hazırlanmış sıyıqlar, hansı ki bu süddə də hazırlana bilər. Əgər laktoza həssaslığı varsa, sudan istifadə etməklə hazırlamaq olar. Eyni zamanda
Deməli, çərəzlərin istehlakı da tövsiyə olunandır imsak vaxtı və bir ovuc çərəz kifayət edir. Çünki bir ovuc çərəz yeməklə orqanizm bir günə olan həmin o maddələri artıq qəbul etmiş olur və eyni zamanda çərəzlərin tərkibi bilir ki, sağlam yağlarla zəngindir, E vitamini ilə zəngindir və enerji balansını tənzimləyir. Və protein tərkibli qida məhsulları, yumurta, pendir kimi qida məhsulları da imsak zamanı mütləq şəkildə istehlak edilməsi tövsiyə olunur. Bəs unlu, qənnadı, məmulatlar, eyni zamanda şirniyyatlar. Əlbəttə ki, şirniyyatlar sağlam qidalanma üçün tövsiyə olunmur, amma yenə də istərdim ki, Ramazan günlərində hansı qaydalara riayət etmək lazımdır? Bir daha siz çatdırasınız. Unlu qənnadı məmulatlar səhər saatlarında ümumiyyətlə tövsiyə olunmur və ya bu qeyd etdiyim qida məhsullarını istehlak etdikdən sonra çox tünd olmayan çayla və ya hər hansı bir bitki çayı ilə kiçik porsiya şirniyyat qəbul etmək olar təbii ki. Amma imsakı sırf şirniyyatla yeyib daha sonra artıq oruç tutmaq bu tamamilə yanlışdır. Çünki şirniyyat sadə karbohidratdır, şəkər və birbaşa çox sürətlə qana daxil olur. Qanda şəkərin miqdarını kəskin şəkildə artırır. Çox müvəqqəti, qısa müddətli toxluq hissi yaradır, amma kiçik zaman çərçivəsində artıq aclıq hissi özünü biruzə verməyə başlayır. İftar zamanı isə iftar üçün təyin olunmuş ki, zaman var. Onu keçməmək diqqət mərkəzində olmalıdır. 1-2 stəkan ilıq su ilə açılır. Daha sonra 2-3 ədəd ya xurma, ya zeytun və ya eyni zamanda tərəvəz salatı da istehlak etmək olar və 15-20 dəqiqədən sonra isə artıq fasilələrlə, bəli, fasilələrlə, mütləq fasilələrlə ard-arda qətiyyən olmaz və ümumiyyətlə iftarı açarkən isti yemək olaraq şorbalardan başlamaq tövsiyə olunur. Yaxşı olar ki, bu tərəvəz şorbası olsun və daha sonra artıq isti yeməklərə keçmək olar. İsti yeməklər isə birmənalı olaraq xəmir xörəkləri, acılı, ədviyyatlı, baharatlı yeməklər və ya müxtəlif sosların əlavə olunduğu xörəklər ki var. Bu cür qida məhsullarının istehlakı Ramazan ayında tövsiyə olunmur. Eyni zamanda turşular, şorabaların istehlakına məsləhət deyil. Həm həzm problemləri yarada bilər və eyni zamanda susuzluq hissini də artırmış ola bilər. Ona görə də daha çox tərəvəzlərdən hazırlanmış və təbii ki, zülal ehtiva edən ət məhsullarında yemək tövsiyə olunur. Soba şəraitində hazırlanmış ət yeməkləri, tərəvəzlərlə bol yeməklərin istehlakı tövsiyə olunur. Çox sağ olun, Ramazanla bağlı tövsiyələrinizi eşitdik. Kim ki, oruç tutur, Allah qəbul eləsin. Orucunu da, dualarını da bir daha təbriklərimizi də istəyirik ki, çatdıraq. Çərşənbəniz mübarək olsun, hörmətli tamaşaçılarımız. Əlbəttə ki, Novruz çərşənbəsi günlərində, eləcə də bayram günündə Novruz süfrəsi boldur. Yeməklərlə, şirniyyatlarla. Bəs bu günlərdə necə düzgün qidalanaq? Bəli, çox doğru vurğulayırsınız. İstər Novruz bayramında, istərsə də çərşənbələrdə süfrələr müxtəlif çeşidli salatlar, müxtəlif yeməklər və şirniyyatlarla bol olur. Ona görə də bu bayram ərəfəsində xüsusilə diqqətli olmaq lazımdır. Çünki sonradan bu həzm problemi ilə bağlı və digər sağlamlıqla bağlı ciddi fəsadlara gətirib çıxara bilər. İlk növbədə İlkin müəllim bayram ərəfəsində qidalanmada optimal qidalanma rejiminə, balanslaşdırılmış qidalanma rejiminə riayət olunmalıdır. Yəni, orqanizmin gündəlik olaraq zülal yağ karbohidrat ehtiyacı var. Bu balanslaşdırılmış şəkildə ödənilməlidir və eyni zamanda fasilələrlə az-az miqdarda yemək lazımdır. Adətən bayram günlərində axşama qədər o qədər də çox yemək yeyilmir və birbaşa bayram axşamı oturulur və süfrə başında və mədə yüklənir. Sonra da təbii ki, bu qəbizlik və yaxud da mədə bölgəsində bağırsaqlarda qazın toplanması nəticəsində qarında şişkinlik hissinin yaranmasına, ümumi diskomfortluğa səbəb olur və gələcəkdə də daha ciddi problemlərə gətirib çıxara bilir. Ona görə fasilələrlə, az porsiyalarla qidalanmaq tövsiyə olunur və qeyd etmək istəyirəm ki, bir neçə çeşid yemək varsa,
məsələn, zülal tərkibli qida məhsullarına üstünlük verilirsə, bunun bir çeşidinə üstünlük verilməlidir. Deyək ki, həm balıq, həm ət eyni anda yeyilməsi tövsiyə olunmur. Və eyni zamanda bir məsələyə də toxunmaq istəyirəm. Bayram günlərində adətən yeməklər çoxlu miqdarda hazırlandığı üçün növbəti günlərə də saxlanılır. Amma bayat şəkildə də qəbul edilir. Bayat şəkildə, xüsusilə də Novruzda bilirik ki, hər kəs plov hazırlayır və plovu günlərlə soyuducuda qalması və onun dəfələrlə termiki emala məruz qalması nəticəsində orada bakteriyalar var, Bacillus cereus bakteriyaları. Onların inkişafı üçün çox əlverişli bir şərait yaranır və hətta bu qida zəhərlənmələrinə də gətirib çıxara bilər. Və eyni zamanda bir dəfəlik istehlak üçün məqsədə uyğun hesab olunan qida məhsulları, məsələn, balıq yeməkləri və ya toyuğun özü olsun, göbələkdən hazırlanmış salatlar və ya yeməklər, bəli, bunlar hazırlanan kimi birbaşa istehlak edilməsi tövsiyə olunur. Əgər qalarsa, təkrar isidilməmək şərti ilə, yəni soyuq şəkildə istehlak edilməsi məqsədə uyğundur. Təşəkkürlər məlumatlar üçün Aynur xanım. Əlavə olaraq istəyərdim ki, bir daha tövsiyələrinizi çatdırasınız həm bəzi yeməklərin, xüsusilə salatların hazırlanması barədə və bilir ki, Novruz süfrəsində bol şirniyyatlar var, şəkərbura, paxlava və s. Bax, bu şirniyyatların qəbulu ilə bağlı tövsiyələr nədən ibarətdir və su balansını necə qoruyub saxlamaq olar? Bəli, ümumiyyətlə bayram ərəfəsində müxtəlif salatlar hazırlanır və salatların hazırlanmasında əksər hallarda mayonezdən istifadə olunur və əsas ingredient olaraq istifadə olunan qida məhsullarından biri də yumurtadır. Hər ikisi düzgün temperatur rejimində saxlanılmazsa və ya uzun müddət saxlanılarsa qida zəhərlənmələrinə gətirib çıxara bilər. Ona görə də mayonezli salatlar digər yeməklərdə olduğu kimi kiçik porsiyalarla, yəni bir dəfəlik istehlak üçün nəzərdə olaraq hazırlanmalıdır. Artıq qalarsa süfrədə saxlanılması məsləhət deyil, soyuducuda saxlamaq vacibdir. Su istehlakına gəlincə, ümumiyyətlə yemək arası və ya yeməkdən dərhal sonra istər adi su, istər kompot və ya meyvə şirəsi olsun, təbii ki, içilməsi tövsiyə olunmur. Yeməkdən sonra 30 dəqiqə, 1 saat sonra mayı qəbul etmək olar. Bu həmçinin çaya da aiddir. Bilirik ki, Novruzun əsas şirniyyatları olan şəkərbura, paxlava, qoğal, badambura və digərləri adətən bayram axşamı yemək yedikdən sonra çay süfrəsinə təqdim olunur və o qədər yeməyin üzərində bir də bu şirniyyatlar qəbul olunur. Bu, bayaq qeyd etdiyim o mədədə baş verən diskomfortluq hissinin yaranmasına gətirib çıxara bilər və eyni zamanda artıq çəki problemlərinin də yaranmasına gətirib çıxara bilər. Bir daha təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm. Çox sağ olun. Məlumatlarınız üçün sağ olun. Hörmətli tamaşaçılar, mənim qonağım Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Aynur xanım Eydərova idi. Biz bugün həm Ramazan günlərində, həm də Novruz çərşənbəsi bayramı günlərində düzgün qidalanmadan danışırdıq. Biz davam edirik. Sırada energetik içkilərlə bağlı sujetimiz var. Ümumiyyətlə, bu məhsullarla bağlı səlahiyyətli dövlət qurumu hansı tənzimləmə və nəzarət işləri həyata keçirir? Gəlin izləyək. Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində enerji içkilərinin satışına dair nəzarət tədbirləri həyata keçirir. Agentlik həmçinin bu içkilərin etiketlərində düzgün məlumatların göstərilməsini və istehlakçılara potensial risklər barədə məlumat verilməsini təmin edir. Enerji içkilərinin həddindən artıq istifadəsi xüsusilə uşaqlar və gənclər üçün təhlükəli ola bilər. Agentlik bunun qarşısını almaq üçün mütəmadi olaraq ticarət şəbəkələrində monitorinqlər aparır və hər hansı uyğunsuzluq aşkarlandığı təqdirdə qanuna uyğun olaraq tədbirlər görülür. Lakin bəzən enerji içkisi olmadığı halda istehlakçıları aldatmaq məqsədi ilə üzərində müxtəlif yazı və simvollarla enerji təəssüratı yaradan məhsullara rast gəlinir. Və bununla bağlı davamlı sistemli tədbirlər həyata keçirildi və bütün dövriyyədə olan istər yerli, istər ithal olmuş məhsulların üzərində enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması təmin edildi və bununla da eyni zamanda bilirsiniz ki, mütəmadi olaraq ictimaiyyətə də belə siyahılar açıqlandı ki, nələr enerji içkisidir, nələr enerji içkisi deyil və bununla istehlakçılara imkan verildi ki, onlar özləri artıq qərar versinlər ki, hansı içkilərdən istifadə etmələri daha məqsədə uyğundur. Ən əsas məsələlərdən biri enerji içkilərinin üzərində
onun insan sağlamlığına təsirləri ilə bağlı, istehlak miqdarı ilə bağlı bəyanların məcburi formada yazdırılması təmin edildi. Bu isə imkan verir ki, istehlakçılarda məhz bu işçilərdən istifadənin daha ehtiyatlı həyata keçirilməsini, müvafiq məlumatları əldə etməsini şərait yaradır və nəticə etibarı ilə aparılmış tədbirlər, davamlı nəzarət tədbirləri onu deməyə əsas verir ki, nəticə etibarilə ölkədə enerji içkisi istehlakının əhəmiyyətli şəkildə azalması, qazlaşdırılmış, sərinləşdirilmiş içkilərdən daha çox istifadəsi təmin edildi. Baxmayaraq ki, bəzən hələ də istehlakçılar həmin içkiləri enerji içkisi kimi qəbul edərək istehlak edirlər. Qeyd edək ki, agentlik tərəfindən enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları hazırlanıb. Sənəddə məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xam mal və materiallara dair məcburi tələblər göstərilib. Realda qida verilişi davam edir. Sırada sualım var rubrikasıdır. Gəlin izləyək. Bayram günlərində ən çox istehlak olunan qidalardan biri də çərəzlərdir. Yüksək qidalılıq dəyərinə və zəngin tərkibə malik olan çərəzlər insan orqanizminin ehtiyac duyduğu gündəlik vitamin və mineral normasını qarşılayır, eyni zamanda beynin təbii yağları olan ehtiyacını ödəyir. Bəs keyfiyyətli çərəz necə seçək? Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlamətləri olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu çərəzlərin düzgün şəraitdə saxlanmadığı, sağlamlıq üçün təhlükəli olmağından xəbər verir. Düzgün şəraitdə saxlanmayan çərəzlərdə zəhərli toksin, yəni aflatoksin yaranır və məhsulun gözlə görünməyən dərin qatlarına qədər nüfuz edə bilir. Buna görə də kiflənmiş qidaların bir hissəsinin kəsilərək atılması, digər hissəsinin isə yeyilməsi belə məsləhət deyil. Qablaşdırılmış çərəz alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. İstehlak olunmazdan əvvəl çərəzlərin yuyulması tövsiyə olunur. Qəhvəyi mərmər bağacığı nədir? Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanaraq məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı salır. Bu zərərverici həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sovurmaqla qidalanır. Zərərvericinin inkişafı üçün optimal temperatur 18-25 dərəcədir. Mart-aprel aylarında yetkin fərdlər qışlamadan çıxır. Dişi fərdlər hər birinə 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə ağ, kürə şəkilli yumurta qoyur. Bir dişi fərd 300-ə qədər yumurta qoya bilir. Zərərverici yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və sair vasitəsilə yayılır. Yetkin fərdlər təbii yolla, yəni uçmaqla 35-100 kilometrədək məsafə qət edə bilirlər. Qəhvəyi mərmər bağacığının gizlənə bildiyi sığınacaqlara xüsusi diqqət yetirilməlidir. Zərərvericinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün pəncərələr torla bağlanmalıdır. Zərərverici müşahidə edildiyi halda dərhal aidiyyəti üzrə yerli qurumlara məlumat verilməlidir. Realda qida verilişindən bugünlük bu qədər. Hər həftənin çərşənbə axşamı saat 16:20-dən etibarən proqramımızı izləyə bilərsiniz. Aparıcı mən idim İlkin Kərimov. Təhlükəsiz qida ilə sağlam gələcəyə.